Bugün oyandım və görürəm ki, hamı sosial şəbəkədə bölüşür ki, mən oğluma atasız qız almaram mövzusunu. Birincisi mənim oğlum yoxdur, amma inşallah nəsib olar. İkincisi də ki, təki mənim oğlum olsa, elə mənim oğluma sırf şəhid qızı nəsib olar. Sırf namusu ilə, qeyrəti ilə atası olmayan, bəlkə də rəhmətə gedən bir kişinin qızı nəsib olar. Mən deyəndə ki, mən atasız qız almaram, mən o mənada deyirəm ki, yəni anası həmin kişini yarı yolda qoyub, daha sonra öz zövqünə görə boşanıb, atıb və qızını atasız qoyubsa, mən elə ananın qızını, hansı ki atasız hesab olunur, elə ananın qızını atasız almaram. Amma belə inşallah oğlum olar, baxarıq, alanda, almayanda görərsiniz. Yeri gəlmişkən mənim özümün atam yoxdur. Ona görə də əlinizdə kəsilmiş, önü göstərilməmiş kadrları paylaşmayın, ayıbdır. Bəzən həqiqətən də mən elə verilişimin adı ki, sözün bitdiyi bir anda oluram. O qədər həyatım boyu mənim hədəfim olub ki, atasız qızların yanında olum və bunu bilənlər bilir. Və nə yazıq ki, bilənlər ağızlarını açıb bir kəlmə demədilər. Və nə yazıq ki, həmkarlarım belə, hansılar ki, sosial şəbəkədə tanınırlar, məni tanıya-tanıya, məni bilə-bilə bir propaganda aparırlar. Amma mən yenə də deyirəm, məni onsuz da tanıyan tanıyır və mən hər zaman atasız, namusuyla övlad böyüyən, rəhmətə gedən, şəhid olan atasız qızların mən gözlərindən öpürəm və hər zaman da yanındayım. Həmişə də olmuşam. Bu mənim boynumun da borcudur. Çünki elə birinci yetim burada özüməm, birinci atasız elə mənəm.